Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qavli. Aziz kardeşler, uca Allah'tan istəyirəm bu məclisi hər birimiz üçün xeyirli, faydalı etsin və qiyamət günü hər birimizin lehimizə etsin. Sonra əziz qardaşlar, danışacağım mövzu yenə övlad tərbiyəsi haqqındadır. Deməli, övlad tərbiyəsi haqqında olan mövzunun 5-ci əsası barəsində danışacağım. Müəllif buyurur ki, 5-ci əsas barəsində övladlara gözəl adlar seçmək. Övladlara gözəl adlar seçmək lazımdır. Yəni, hər bir müsəlman, valideyn diqqətli olmalıdır, fikirləşməlidir, düşünməlidir ki, övladlara gözəl ad seçmək övladların tərbiyəsində əsas rollardan biridir. Necə ki, müəllif də zikr edir burada, övladların salih tərbiyə olunmasına kömək edən əsas amillərdən biri də valideynlərin öz uşaqlarına yaxşı ad seçməsidir. Deməli, burada müəllif bu adı qeyd etməklə, adın seçilməsini qeyd etməklə nəyi zikr edir? Yəni, uşaqların tərbiyəsində əsas rollardan biridir. O ad ki, əziz qardaşlar, xüsusilə o uşağı, o övladı böyüyəndə Allaha itaat etməyə bağlayan ad. Yəni, adların hamısının müəyyən mənası var. Və elə ad seçilməlidir ki, övlada o ad, o uşağı Allaha itaat etməyə, ibadət etməyə bağlayan ad olsun. Necə ki, burada müəllif zikr edir. Misal üçün Abdullah kimi, Abdurrahman kimi, Muhammed kimi, Salih kimi və bu cür adların və s. kimi bu cür gözəl adların uşaqlara qoyulması uşaqların həyatında müsbət təsir göstərir. Necə ki, deyir ki, yəni adın bəzən çox hallarda, əksər hallarda insana öz təsirini bağışlayır. Fikir verin, burada bir məsələni qeyd etmək istəyirəm, əziz qardaşlar. Xüsusilə bilmək lazımdır ki, bu adlarda burada müəllif qeyd etdi. Yəni, Abdullah adı, Abdurrahman adı, Muhammed adı və çox təəssüf ki, bizim cəmiyyətdə bugün yazılanda uşağa bu ad kamil və mükəmməl şəkildə yazılmır. Sözün özünün kökü Abdullahdır. Yəni, sonda H hərfi yazılmalıdır. Lakin çox təəssüf ki, bəzi insanlar, yəni müəyyən o yerlər ki, icazə vermir bu adın bu şəkildə yazılmasına, bu onun göstəricisidir ki, onlar yəqin ki, bu barədə dərin elmə sahib deyirlər. Baxmayaraq ki, müəyyən dünyəvi titullara sahib olsalar da, dosent, professor və ya və s. kimi adlar, yəni bilmək lazımdır ki, əgər bu adlar ərəb kökənli adlardırsa da, mütləq necə var o şəkildə yazılması lazımdır. Abdullah sözü necə yazılmalıdır? Abdullah sözün sonu H hərfi yazılmasıyla. Lakin çox təəssüf ki, bizdə bu ad Abdullah kimi yazılır. Və eyni zamanda da Muhammed adı. Bizdə Məhəmməd kimi yazılır, lakin sözün kökü Muhammeddir. Muhammed. Bu şəkildə yazılması daha uyğundur, daha doğrudur. Ümid edirik, inşallah bu da gələcək zamanlarda düzələr. Allah müvəffəq etsin. Sonra əziz qardaşlar, fikir verin, burada müəllif qeyd edir ki, yəni bu adlar və ya bunlara bənzər gözəl adlar insana həm salihliyi, həm ibadəti və həmçinin tərifə layiq olan işləri xatırladır. Və qeyd edir ki, əksər hallarda adın insanın üzərində bir təsiri var. Necə ki, hikmət sahibləri demişlər ki, hər bir insanın öz adından bir nəsibi vardır. Hər bir şəxsin öz adından bir payı vardır. Və bu barədə də ona görə, əziz qardaşlar, insan övladına ad qoyanda gərək yaxşı ad qoysun. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnə əhəbbə əsməikum ilallah Abdullah və Abdurrahman. Allah Rəsulu bu hədisində bildirir ki, sizin adlarınızdan Allaha ən sevimli olanı Abdullah və həmçinin Abdurrahmandır. Hədisi İmam Müslim rəvayət etmişdir. Deməli, əziz qardaşlar, müəllif qeyd edir ki, insan
valideyn övladına adı qoyanda mütləq yaxşıdır ki, o adın mənasını ona izah etsin. Uşaq öz adının mənasını bilsin. Və bu daha yaxşıdır. Nə üçün bu adın mənasını daşıyır və bu adın mənasını nəyi bildirir? Misal üçün burada qeyd edir ki, yəni Allahın adını qoyduqda, misal üçün Abdullah adını qoyduqda, sən deyir, başa salmalısan uşağa ki, səni yoxdan var edən, səni xəlq edən və həmçinin səni yaradan və sənə bir çox neymətlər bəxş edən o Allah, sən o Allahın qulusan. Yəni, səni yaradan Allahın, sən qulusan. Abdullah sözünün mənası nədir? Yəni, müəllif qeyd edir ki, səni yaradan Allahın qulusan. Səni yoxdan var edən və sənə bir çox neymətlər bəxş edən, sənin görməyin üçün göz, eşitməyin üçün qulaq, danışmağın üçün ağız və dil bəxş edən və bir çox neymətlər bəxş edən, səni yaradan Allahın qulusan. Və səndən də tələb olunan nədir? Səni yaradan o Allaha gözəl şəkildə şükr edən və həmçinin muti olan bir qul olmağındır. Fikir verin, necə gözəl qeyd edir. Yəni, insanın üzərinə düşən nədir? Övladına bu şeyləri aşıladıqda, başa saldıqda, o sözün mənasını, yəni adın mənasını izah etdikdə ona qeyd etməlidir ki, yəni Allah Teala sənə bir çox neymətlər bəxş edir. Və səndən tələb olunan, səndən istənilən nədir? Ey evladım, səni yaradana şükr etməyi və həmçinin onun qarşısında ona gözəl bir qul olmağındır. Sonra müəllif qeyd edir ki, əgər ad peyğəmbərlərdən hər hansı bir peyğəmbərin adı olduqda və yaxud da ki, dəyərli və hörmətli sahabələrdən hər hansının biri adı olduqda, yaxşı olar ki, valideyn həmin o peyğəmbərin və həmçinin həmin o səhabənin həyatı haqqında öz övladına danışsın. Onun qissəsindən həmin o uşağa bəyan etsin, çatdırsın. Yəni, hansı peyğəmbərin adını daşıyırsa və ya hansı səhabənin adını daşıyırsa və yaxud da ki, hansı salihlərdən birinin adını daşıyırsa və onların həyatı barəsində valideynin danışması daha yaxşıdır. Hətta o uşaq üçün faydalı olsun. Nə üçün, əziz qardaşlar? Belə olduğu təqdirdə, yəni o zaman yaxşıdır ki, deyir, valideyn uşağa həmin şəxslərin, həmin şəxsiyyətlərin, yəni peyğəmbərlərin və yaxud da ki, sahabələrin, salihlərin ən gözəl xüsusiyyətlərini ona çatdırsın və həmçinin onların gözəl əxlaqlarını onlara çatdırsın. Hətta o uşaqların həyatında o öz əksini tapsın. O uşaqlar həmin o peyğəmbərlərin adını eşitdikdə, onların üstün xüsusiyyətlərini eşitdikdə və gözəl əxlaqlarını eşitdikdə və o zaman deyir, çalışmalıdır ki, o uşaqlar da onlara bənzəsin. Yəni, onlarda deyir, nə aşılanır və istər-istəməz o uşaqlar o peyğəmbərin, o səhabənin, o dəyərli bir şəxsiyyətin, salih insanın o üstün xüsusiyyətlərini eşitdikdə və özündə onları cəm etmək həvəsi yaranır və çalışır ki, onlara bənzəsin. Və buna görə də, əziz qardaşlar, eləcə də digər gözəl adlar eyni ilə bu şəkildə olmalıdır. Yəni, hər bir müsəlman valideyn buna diqqət yetirməlidir. Övladına hansı adı qoyubsa, yəni salihlərdən, sahabələrdən, peyğəmbərlərdən onun barəsində danışması daha yaxşıdır ki, hətta o uşaqda, yəni o öz adının mənasını bilsin, o üstün xüsusiyyətləri özündə cəm eləsin, formalaşdırsın. Sonra burada müəllif qeyd edir ki, bu əsasla bağlı olan digər bir məsələ də, yəni uşaqlara kiçik yaşlarından ləqəb qoyulmasıdır, ləqəb verilməsidir. Bu, bilirsiniz, belədir ki, əziz qardaşlar, bu ərəblərdə belə bir şey var. Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanından var. Uşaqlar kiçik yaşlarından onlara gözəl bir ləqəb, künyə verilməsi mövcuddur. Nə üçün? Burada müəllif qeyd edir, misal olaraq Əbu Abdullah, Əbu Abdurrahman və s. kimi gözəl adların qoyulması, ləqəblərin, künyələrin qoyulması daha yaxşıdır. Nə üçün? Çünki onlara bu şəkildə xitab olunması, bu şəkildə onların adlandırılması daha yaxşıdır. Niyə? Çünki deyir, o zaman deyir, onların deyir, şəxsiyyətində bir növ güclənmə hissi yaranacaq. Onlar o kiçiklikdən deyir, o künyələrlə adlandırıldıqda, bu deyir, onların şəxsiyyətini bir növ deyir, formalaşdırır. Və bu baxımdan da müəllif qeyd edir ki, bu
künyələrin və ləqəblərin qoyulması daha yaxşıdır ki, yəni o uşaqlara pis və çirkin ləqəblər qoyulmamışdan əvvəl. Çox təəssüf ki, bizim cəmiyyətdə, yəni bəzi cahil təbəqələr uşaqlara çirkin və pis ləqəblərlə çağırırlar, ləqəb verirlər və bu da müsəlmana yaraşan bir xislət deyil, əziz qardaşlar. Fikir verirsiniz, ona görə də burada müəllif qeyd edir ki, yəni o pis və çirkin ləqəblər qoyulmamalıdır. Ondan çəkinmək lazımdır. Uşaqlara o cür künyələrin verilməsi, o cür ləqəblərin verilməsi uşaqlarda deyir, nəyi yaradır? Yaxşı bir təsirat bağışlayır uşaqlarda. Və həmçinin deyir, onlar deyir, sanki deyir, belə düşüncə formalaşır ki, yəni o uşaq mən böyüyəcəm, yaşayacam və həmçinin Allah mənə də zürriyyət bəxş edəcəkdir. Və bu şəkildə deyir, özündə bir hal formalaşır. Deməli, əziz qardaşlar, bu müəllifin övlad tərbiyəsi barəsində olan 5-ci əsası idi. Və sonra müəllif keçir 6-cı əsasa. 5-ci əsas xüsusilə nəyi bizə bildirdi? Uşaqlara gözəl ad seçmək. Hər bir valideynin üzərinə düşən məsələlərdən biridir ki, valideyn, ata və ana öz uşaqlarına gözəl ad seçsin. Çünki hər bir adın öz payı var. Deməli, 6-cı əsasa gəldikdə, əziz, dəyərli qardaşlar, 6-cı əsas övladlar arasında ədalətli olmaqdır. Mövzunun ünvanı valideyn övladları arasında ədalətli olmalıdır. Fikir verin, çox diqqətli və önəm verilən bir məsələdir, əziz qardaşlar. Yəni, hər bir müsəlman, valideyn öz övladlarına qarşı övladlarının arasında ədalətli olmağa çalışmalıdır. Övladlarına zülm etməkdən və ya övladların hansından üstün tutmaqdan və ya övladlarına qarşı haqsızlıq etməkdən çəkinməlidir. Nə üçün? Çünki belə olduğu halda bu övladların tərbiyəsində ən mühüm, təsirli olan əsaslardan biridir. Və hər bir valideyn, əziz qardaşlar, bu məsələyə diqqət yetirməlidir. Ata və ana övladlarına qarşı ədalətli olmalıdır. Övladların arasında və onlara zülm etməkdən, birini digərindən üstün tutmaqdan çəkinməlidir. Və çox önəmli məsələdir. Və müəllif də qeyd edir ki, belə olduğu halda bu hal övladların tərbiyəsində ən təsirli olan, ən mühüm olan əsaslardan biri hesab olunur. Əgər valideyn, ata öz övladlarına qarşı ədalətli olmadığı təqdirdə nə baş verəcək? O zaman övladların arasında bir-birinə qarşı ədavət və həmçinin bir-birinə qarşı həsəd, bir-birinə qarşı buğuz və kin və küdurət baş verəcək. Allah qorusun. Baxın, əziz qardaşlar, çox mühüm məsələdir. Hər bir valideyn bu məsələyə diqqət yetirməlidir. Övladların arasında oğlanı qızdan üstün tutmamalıdır və ya qızı oğlandan üstün tutmamalıdır. Övladlarının hər birinə ədalətlə, adilcə yanaşmalıdır. Heç birinə qarşı zülm etməməlidir. Birini birindən üstün tutmaq digərinə qarşı haqsızlıqdır, zülm etməkdir. Ona görə də bax, bu məsələ çox önəmli məsələdir. Fikir verin, valideyn ədalətsiz olanda övladına qarşı mütləq övladların arasında ədavət baş verəcək. Övladların arasında kin, həsəd və nifrət baş verəcək. Əksi halda, əziz qardaşlar, bunun müqabilində əgər valideyn övladlarının arasında ədalətli olmağa səy göstərərsə, o zaman deyir ki, o övladların arasında bir məhəbbət yaranacaq, bir sevgi yaranacaq. O övladların arasında bir isti münasibət olacaq və həmçinin valideynlərinə qarşı da çox yaxşı olacaqlar. Diqqət edin, həqiqətən çox önəmli məsələlərdir. Valideyn pis olduğu təqdirdə, yəni pis, ədalətsiz olduğu təqdirdə, mütləq evladlar da valideynə qarşı yaxşı olmayacaqlar. Onun müqabilində, əksində, valideyn övladlarına qarşı ədalətli rəftar etdikdə, o övladlar da valideynə qarşı yaxşı olacaqlar. Və həmçinin öz aralarında da münasibətlər isti olacaq və qarşılıqlı aralarında hörmət, ehtiram, sayğı olacaqdır. Ona görə dəyərli qardaşlar, bu məsələ çox önəmli məsələdir və günümüzün ən mühüm məsələlərindən biridir. Hər bir valideyn buna diqqət yetirməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisinə diqqət edin. İmam Buxarinin rəvayət etdiyi hədisdə Nu'man ibn Bəşir, sahabə radiyallahu anhu buyurur ki, özü barəsində,
Deyir ki, atam mənə deyir bir hədiyyə verdi. Digər rəvayətlərdə keçir ki, bir yer, bir ərazi, bir torpaq. Atam deyir mənə bir hədiyyə verdi. Və anası eşidir, anası bildikdə və anası bu hədiyyənin keçərli olması üçün və deyir ki, mən bunu Rasulullah sallallahu aleyhi və səlləmində Rasulullahın şahidliyi olmasını istəyirəm. Onu tələb edirəm ki, Allah Rəsulu bu hədiyyəyə şahidlik etsin. Numan ibn Bəşirin anası. Fikir verin, qəbul etmir. Deyir ki, bu hədiyyənin Allah dərgahında keçərli olması, qəbul olunması üçün mütləq mən Allah Rəsulunun yanında bu hədiyyənin şahid olunmasına istəyirəm ki, Allah Rəsulu şahidlik etsin. Rasulullah sallallahu aleyhi və səlləmin yanına gəlirlər. Və Rasulullah sallallahu aleyhi və səlləmə bu məsələni bildirdikdə Allah Rəsulu baxın nə deyir? A'taytə səirə vələdikə misli hədə. Deyir, sən digər övladlarına bunu kimi eyni ilə hədiyyə verdinmi? Deyir ki, xeyr. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, fəttəqullah, Allahdan deyir, qorxun. وَعْدِلُوا بَيْنَ أَوْلَادِكُمْ. Elə isə deyir, öz övladlarınızın arasında ədalətli olun. Fikir verirsiniz əziz qardaşlar. Sahabə deyir ki, atam mənə hədiyyə verdi. Anası qəbul etmir. Ki, hətta Allah Rəsulu ona şahidlik etsin. Allah Rəsulunun yanına gəlirlər. Allah Rəsuluna deyəndə, Allah Rəsulu deyir ki, eynisi ilə deyir, sən digər övladlarına da hədiyyə etdinmi? Çox mühüm, önəmli məsələdir. Allah Rəsulu deyir ki, Allahdan qorxun. Övladlarınız arasında ədalətli olun. Çox mühüm məsələdir. İmam Müslimin hədisində isə belə keçir. Əyəsurruka ən yakunu eleykə fil birri səvaən. Diqqət edin, nə deyir? Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, sənin övladlarının sənə qarşı yaxşılıq etməkdə bir olması səni sevindirərmi? Yəni, sən istəyirsənmi? Övladların sənə qarşı yaxşı olsun və o hal da səni sevindirsin. Deyir ki, əlbəttə. Deyir, o zaman deyir, belə etmə. Yəni, onlarla ədalətli davran. Onların hamısını eyni tut, bərabər tut. Başqa bir rəvayətdə görün nə deyir? Rasulullah sallallahu aleyhi və səlləm. Deyir ki, lə əşhədu alə cəvrin. Mən deyir, bu cür haqsızlığa şahidlik etmərəm. İmam Müslimdə gəlir bu rəvayətdə. Müəllif gətirir ki, həmçinin başqa bir rəvayətdə, həm Müslimdə gəlir, həm Buxaridə gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, fəşhid alə hədə qeyri. Deyir ki, bunu məndən başqası, bu məsələni deyir, bu məsələ barəsində deyir, məndən başqasını şahid tut. Məni buna şahid tutma. Get başqasını şahid tut. Fikir verirsiniz, bu kəlmə barəsində alimlər deyir ki, xüsusən də İbn Qeyyimin deməli, İ'lamul Muvaqqi'in əsərində zikr olunur ki, yəni diqqət edin, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir bu kəlmələri. Və bu deyir, bu Peyğəmbərin bir uyarısıdır, bir təhdididir, bir xəbərdarlığıdır ki, deyir ki, əks halda müsəlmanlardan kimin qəlbi Peyğəmbər sallallahu aleyhi və səlləmin haqsızlıq olaraq, doğru olmayaraq və həmçinin Allah qorxusuna əks olaraq, eləcə də ədalətə əks olaraq, ədalətə zid olaraq hökm etdiyi bir şey barəsində şahidlik etməyə qəlbi razı olar. Yəni, hansı müsəlmanın qəlbi razı olar buna? O hala ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onu bir zülm kimi adlandırıb, haqsızlıq olaraq adlandırıb, ədalətə zid olaraq, Allah qorxusuna əks olaraq Peyğəmbər sallallahu aleyhi və səlləm bunun barəsində hökmünü verib. Və belə olduğu halda deyir, hansı deyir müsəlmanın qəlbi deyir buna şahidlik göstərər, razı qalar. Ona görə də deyir ki, əziz müsəlmanlar, hər bir müsəlman öz övladlarına qarşı ədalətli olmalıdır. Zülm etməkdən, haqsızlıq etməkdən, birini digərindən üstün tutmaqdan çəkinməlidir. Və bu kəlmələr, yuxarıda keçən kəlmələr deyir, hər biri bizə deyir, nəyi öyrədir, nəyi çatdırır? Övladların arasında zülm etməkdən, haqsızlıq etməkdən, haqsız olmaqdan ən təsirli deyir, xəbərdarlıqdır. Yuxarıda keçən Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi və həmçinin İbn Qeyyimin sözü ki, yəni bizə deyir, nəyi bildirir?
övladlara qarşı ədalətli olmaq, övladlara zülm etməkdən, birini digərindən üstün tutmaqdan çəkindirməyi, hətta deyir, bizə nəyi bildirir? Belə olduğu təqdirdə o zaman deyir ki, övladlar öz valideynlərinə qarşı heç də yaxşı olmayacaq. Əksinə öz valideynlərinə qarşı itaatsiz olacaq, asi olacaq, öz valideynlərinə qarşı çıxacaq, üzünə ağ olacaqdır. Və qardaşlar arasında deyir, bir parçalanma yaradacaq. Və həmçinin qardaşların bir-birinə qarşı deyir, üz çevirməsini yaradacaq. Bir-birinə qarşı buğz yaradacaq. Və bu məsələlərin hamısı deyir, müsəlmanın həyatında ən önəmli məsələlərdəndir ki, hər bir müsəlman buna diqqət yetirsin. Hər bir valideyn, ata və ana öz övladına qarşı ədalətli olmalıdır. Zülm etməkdən, haqsızlıq etməkdən, birini digərindən üstün tutmaqdan çəkinməlidir. Əksi halda, əziz qardaşlar, bunun nəticəsi nə ilə nəticələnir? Övladların arasında artıq bir-birinə qarşı buğuz, nifrət və həmçinin valideynə qarşı da itaatsizlik yaranacaq və nəticə etibarilə Allahın itaətindən uzaq düşəcəklər. Peyğəmbər sallallahu aleyhi və səlləmin itaətindən uzaq düşəcəklər və qardaşların arasında sanki bir qopma baş verəcək, qırılma və bir-birlərindən üz çevirəcəklər. Deməli, dəyərli qardaşlar, müəllifin bizə 6-cı əsas barəsində danışdığı mövzu nəyi göstərir? Hər bir valideyn öz övladına qarşı ədalətli olmalı. Uca Allahdan hər birimizin adından istəyirəm ki, Allah Taala övladı olmayan müsəlmanlara sağlam, salih övladlar bəxş etsin və övladı olan müsəlmanlara da öz övladları ilə ən gözəl şəkildə, ədalətli şəkildə davranmağı nəsib etsin. Allahdan istəyirəm bizim və valideynlərimizin günahlarını əff eləsin, zürriyyətimizi salihlərdən etsin. Allahdan istəyirəm hər birimizə iman üzərində yaşayıb, iman üzərində ölməyi müvəffəq etsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə. Əstəğfiruka və ətubu ileyk.